Azərbaycan evinin idman arenasında Gürcüstan Azərbaycanlılarının inteqrasiya mərkəzinin Yunan-Roma güləşi üzrə idmançıları üçün xüsusi master-klass keçirilib. Master-klassa Azərbaycanın U-15 yığma komandasının baş məşqçisi, dünya və Avropa mükafatçısı Taleh Məmmədov rəhbərlik edib. Təcrübəli mütəxəssis gənc idmançılarla məşq keçərək onlara Yunan-Roma güləşinin texniki və taktiki incəliklərini öyrədib. Peşəkar təcrübəsini bölüşüb və dəyərli tövsiyələrini verib. Burada yaşayan Azərbaycanlıları salamlayıram. Elçin müəllimə çox sağ ol deyirəm ki, bu günlərim artıq mən neçənci dəfədir bura gəlirəm və Azərbaycan evində bu şəraiti yaratmaqda rəhbərliyə sağ ol deyirəm ki, Elçin müəllim üçün bu şəraiti yaradıblar və Elçin müəllim Azərbaycanlıları burada güləşə dəvət eləyir və o uşaqlarla işləyir ki, uşaqlar həm sağlam böyüsünlər, gələcəkdə də yaxşı olsa nəticə versinlər, Avropa dünya arenalarında medal qazansınlar. Buradan valideynlərə də səslənirəm, digər insanlara da ki, uşaqlarınızı güləş olmasa belə başqa idman növlərinə yönləndirsinlər. Uşaqlarımız nə qədər sağlam böyüsə, güclü böyüsə, bir o qədər millətimiz üçün, xalqımız üçün önəmlidir. Və bunlar uşaqların içində görürəm, sağlam uşaqlar çoxdur. Sadəcə bu uşaqlara hər tərəfli qayğı, diqqət göstərmək lazımdır, yatırım eləmək lazımdır ki, bu uşaqlar da gələcəkdə məşqlərinin effektini görüb, yenə deyirəm, Avropa Dünya Çempionatında medal qazansınlar. Yəni bu tökülür da, yəni döyürəm bunu, tartışdırıb, macal verirlər özünü gəlsin. Tamam, tökülür. Hələ düşünür nə deyir? Yəni rəqib nə qədər aralar, sizin qədər yaxın olmasın. Yoxsa mən güləşirəm, rəqib tökülür, aralar,